Əhməd Samir təqdim olunacaq tamaşaçılara. 2007 yıl Afrika oyunlarının kızıl medalçısı, 2007 yıl Arap ülkeler arasında geçilen peşeker boksuna yarışan kızıl medalçısı, hanımlar ve canablar, karşınızda Mısırlı boksçu Əhməd Samir. Əhməd Samirin də 30 yaşı var. 5 ringdə, 11 görüşdə qalib gəlir. Bunların 4-ünü nokautla başa vurub. Ötən ay Ayba Pro Boxing turnirində o Rusiyalı Məhəmməd Omarova məğlub oldu. İrlandiyalı hakim Michael Gallagher idmançılara son olaraq qısa şəkildə qaydaları xatırlatdı və artıq görüş başlaya bilər. Dünən mətbuat konferansda Məhəmməd Rəsul Məcidova APB turniri ilə bağlı da suallar verildi və xüsusən onun döyüşlərini vaxtından əvvəl başa vurması ilə bağlı o qeyd etdi ki, heç bir görüşə bu istəklə çıxmır. Sadəcə elə gətirir ki, zərbə alınır və o nokautla qalib gəlib. Sergey Verveyko üzərində qələbə məhz belə oldu və bundan başqa Məcidova sual verildi ki, sanki o ötən görüşdə Sergey Verveyko ilə qarşılaşmada tam hazır deyildi. O qeyd etdi ki, bəli, əlbəttə ki, ilk görüş idi, bu baxımdan ola bilər ki, müəyyən çatışmamazlıq olsun. Ancaq bu dəfə, ötən dəfəkinə nisbətən mən daha yaxşı formadayım, özümü daha yaxşı hiss edirəm və görək ringdə də Məhəmməd Rəsul Məcidov bunu sübut edə biləcəkmi, bunu göstərə biləcəkmi. Hələ ki, imkan axtarır rəqibə zərbələr endirməyə. Əhməd Samir müdafiə olunur və irəli gələrkən Məhəmməd Rəsul Məcidov ona əks zərbələrlə cavab verməyə çalışır. Ümumiyyətlə, Əhməd Samir belə boksçudur ki, APB-də hər iki görüşdə dursa da heç bir qarşılaşmada o nokautla məğlub olmayıb. Yəni, həlledici anda özünü toparlamağı bacarır. Bu dəfə onun görüşü necə keçəcək? Məhz bu cür çətin vəziyyətləri düşən kimi əllə ilə rəqibi tutur, onun zərbə vurmasına imkan vermir. Biz bilirik ki, Məcidovun çox qüvvətli zərbələri var. Əgər onun zərbələri alınanda, istədiyi kimi qüvvətli zərbə endirəndə rəqibə o istənilən boksçu çox çətin vəziyyətə sala bilər. Əhməd Samir isə Misir idmançısı çox tez-tez əllə ilə tutur gördüyünüz kimi Məcidovu. Ona istədiyi kimi döyüşməyə imkan vermir. Bu cür boksçularla mübarizə aparmaq bir qədər çətindir. Çünki onlar məhz bu cür əllə ilə rəqibi tutub da onu yorurlar. Növbət dəfə fikir verirsə əli ilə yenidən Məcidovu tutdu. Və əslində hakim bu cür vəziyyətlərə imkan verməməlidir. Dinç vəziyyəti yarandıqda boksçuları çox tez-tez bir-birinə ayırmalıdır. Amma artıq müasir boksda belə hallarda referlər məqdamı yox idi, sadəcə sürüşdü. Əhməd Samir belə hallarda referlər yaxın döyüşə imkan verirlər, yəni dinç vəziyyətində o dəqiqə boksçuları bir-birinə ayırmalar. İndi isə Məcidovun zərbəsi və Əhməd Samir yerə yıxılır. Artıq birinci raundda nə baş verdi? Bəli, Əhməd Samir döyüşü davam etdirə bilməyəcək vəziyyəti çox pisdir Misir idmançısının. İlk raundda cəmi bir neçə saniyə Məcidov döyüşün taleyini həll edir. Nokautla qalib gəlir Azərbaycan boksçusu. Belə qısa şəkildə döyüşün davam edəcəyini gözlənirdi. Biz çox qısa vaxt ərzində Azərbaycan idmançısı rəqibinə məğlub edir. Əhməd Samir çox çətin ilk ayağa durur. Həkimlər halkada ona tibbi yardım göstərirlər və Məcidov gördüyünüz kimi əsl idmançıya xas olan hərəkətlə rəqibinin yanına gəlir. Ona təsəlli verir. Ümumiyyətlə Məhəmməd Rəsul Məcidov dəfələrlə böyük uğurlar qazansa da idmanda bu boksçu heç vaxt ulduz xəstəliyinə tutulmur. Öz sadəliyini, öz belə deyək
təvazökarlığını həmişə qoruyur və indi də birinci raundda cəmi bir neçə saniyə o təmiz qələbə qazandı. Budur epizodun təkrarı. Sol əllə çox qüvvətli zərbəsi, sonra sağ əllə, məhz bu sağ əllə vurulan zərbədən sonra artıq Əhməd Samir yerə yıxıldı. O döyüşü davam etdirmək iqtidarında olmadı. Bir daha izləyək həmin epizodun təkrarını, hər şey necə baş vermişdir. Çox aydın şəkildə sizə təqdim olunur. Məhz bu zərbələrdən sonra Misir boksçusu görüşü davam etdirmək iqtidarında olmadı, yerə yıxıldı və hakim əlbəttə ki, qarşılaşmanı saxladı. Məhəmməd Rəsul Məcidov nokautla qələbə qazanır. Azərbaycan boksçusu 2 qat dünya çempionu, olimpiyonların bürünc mükafatçısı, Avropa çempionu əmirimiz, boksçumuz bu görüşdə Misir nümayəndəsi Əhməd Samir üzərində təmiz qələbə qazanır. İlk raundun ikinci dəqiqəsində rəqibi üzərində nokautla qalib gəlir. Azərbaycanlı boksçu Məhəmməd Rəsul Böyükdə Məhəmməd Rəsul Məcidov daha bir qələbəsini qazanır. Ayva Pro Boxing turnirində bu onun artıq ikinci qələbəsidir. İlk görüşdə o Sergey Vervekanı məğlub etmişdi. Bu dəfə isə o Əhməd Samir üzərində inamlı qələbə qazanır. Artıq APB turnirində ikinci qələbəsidir bu boksçumuzun və bir daha həmin anların təkrarını diqqətlə izləyirik. Hər şey necə baş verdi və Məhəmməd Rəsul Məcidov Azərbaycan bayrağı ilə ringdə fəxri dövrə vuracaq. Sərhədçi İdman Olimpiya mərkəzinə toplaşmış azarkeşlərə o bu şəkildə öz minnətdarlığını, təşəkkürünü bildirir. Boksçumuz APB turnirdə ikinci qələbəsini qazanır. Hörmətli tamaşaçılar, bununla da İdman Azərbaycan kanalı Sərhədçi İdman Olimpiya mərkəzindən canlı yayınlanıb başlayır. Reportajın rejissoru Seyyub Məmmədov idi. Boks yarışlarında Elnur Məmmədli şərəkdir. Sağ olun, gələn görüşlərə.